Elusal müəllim, izləyicimizin belə bir sualı var. Allah əgər bizi sevirsə, niyə cəhənnəmdə yandırır? Əvvəla, Allah bizi sevmədiyi üçün cəhənnəmdə yandırmır. Əksinə, ədalətli olduğu üçün bizə belə bir cəza kəsir. Çünki Allah təkcə sevmir, o həm də ədalətlidir. İkincisi, əgər Allah bizi sevməsəydi, bizə bu cəza haqqında xəbərdarlıq eləməzdi. Məhz Allahın bizə qarşı sevgisinin göstəricisidir ki, o bizə bu barədə qabaqcadan xəbərdarlıq eləyir. Allah bizə buyurur: "Ey bəndəm, dünyada yaxşı işlər gör, əməli salih ol. Onda səni cənnət gözləyir. Əgər şər işlərə bulaşsan, şərin insanı olsan, onda sənin nəsibinə cəhənnəmdə cəzalanmaq düşəcəkdir." Deməli, qabaqcadan cəza haqqında xəbərdar etməsi Allahın sevgisinin göstəricisidir. Nəhayət, Allah bizi həm də ona görə sevir ki, o bizə günahlarımızın çoxluğuna baxmayaraq fürsət tanıyır. Allah buyurur: "Ey bəndəm, nə qədər çox günahın olursa olsun, mənə qayıt, tövbə elə, mən səni bağışlayacağam." Sevməsəydi, günahlarımıza görə bizi cəzalandırar və bizə tövbə etmək imkanı tanımazdı. Deməli, günahkarları Allah Taala'nın cəzalandırması onun sevməməyinin göstəricisi deyildi. Əksinə, bu onu göstərir ki, Allah ədalətlidir. Allah yaxşıları mükafatlandırır, pisləri isə cəzalandırır. Bununla yanaşı, əgər Allah bizə bu cəza haqqında xəbərdar eləyirsə, deməli o bizi sevir, bizə dəyər verir. Məhz dəyər verdiyi üçün bu xəbərdarlığı bizə eləyir. Həmçinin günahlarımızın çoxluğuna baxmayaraq bizə fürsət tanıması, bizi bağışlaması Allahın bizə olan sevgisinə dəlalət edir.